Sən əslində düşündüyündən qat-qat güclü ola bilərsən, amma beynin buna icazə vermir. Bəli, sən öz bədəninin tam gücündən istifadə etmirsən. Maraqlıdır. Niyə? Əgər beynimiz bütün əzələlərimizi eyni anda tam güclə işlətsəydi nə baş verərdi? Bu videonun sonunda bədəninə tam başqa gözlə baxacaqsan. İnsanların çoxu elə düşünür ki, güc əzələdə yaranır. Əslində isə gücün ilk əmri əzələdən yox, beyindən gəlir. Sən əlini qaldıranda, qaçanda və ya ağır çəkini qaldıranda hərəkəti başlayan əzələ deyil. İlk qərarı beynin verir. O milyardlarla sinir əlaqəsi vasitəsilə əzələlərə siqnal göndərir və yalnız bundan sonra hərəkət başlayır. Amma burada çox qəribə bir həqiqət var. Beyin heç vaxt əzələlərinin bütün potensialını istifadə etməyə icazə vermir. Səbəb sadədir: yaşamaq. Əgər hər dəfə maksimum güclə hərəkət etsəydin, sümüklərinə və vətərlərinə, oynaqlarına düşən yük kəskin artardı. Bədən isə ilk növbədə səni qorumağa proqramlaşdırır. Beyin sənin məşq müəllimin deyil, o sənin mühafizəçindir. Buna görə də yorulduğunu hiss etdiyin anların bir hissəsində əzələlərin tam tükənmir. Beyin təhlükəsizlik məqsədi ilə performansı azaltmağa başlayır. İndi başqa bir maraqlı fakt. Niyə bəzən insanlar fövqəladə vəziyyətdə inanılmaz güc göstərə bilirlər? Çünki həyati təhlükə zamanı orqanizm stres hormonlarını artırır və beynin qoyduğu bəzi məhdudiyyətlər qısa müddətə zəifləyə bilir. Bu möcüzə deyil, bu sağ qalma mexanizmidir. Fitness salonunda isə məqsəd bu məhdudiyyətləri zorla qırmaq deyil. Məqsəd beyinə yeni güc səviyyəsinin artıq təhlükəli olmadığını öyrətməkdir. Buna görə müntəzəm məşq edən insan əvvəlcə daha güclü görünməsə də, getdikcə eyni hərəkəti daha rahat edir. Təkcə əzələləri yox, sinir sistemi də inkişaf edir. Elə buna görə yeni başlayan biri ilk həftələrdə bəzən əzələsi çox böyümədən də daha ağır çəki qaldıra bilir. Çünki əvvəlcə dəyişən əzələ deyil, dəyişən beynin əzələləri idarə etmə qabiliyyətidir. İndi isə videonun ən vacib hissəsinə gələk. Biz həyatımızın çox hissəsini yalnız idmanda yox, ümumiyyətlə ehtiyat rejimində yaşayırıq. Qorxu bizi saxlayır, uğursuzluq qorxusu bizi saxlayır. Tam bacarmaram düşüncəsi bizi saxlayır. Bədən özünü qoruduğu kimi, beyin də çox vaxt rahatlığı seçir. Bəlkə də insanın ən böyük rəqibi zəif əzələləri deyil, öz beyninin qoyduğu görünməz sərhədlərdir. Amma bu sərhədlərin gözəl tərəfi var. Onlar məşqlə, intisamla və təkrarla yavaş-yavaş dəyişə bilir. Hər düzgün təkrar beyinə bir mesaj göndərir. Mən buna hazıram. Hər məşq bədənini deyil, özün haqqında inamını da dəyişir. Bəlkə də fitnessin ən böyük mükafatı daha böyük qollar və ya daha geniş sinə deyil. Ən böyük mükafat odur ki, bir gün geriyə baxıb anlayırsan, səni zəif saxlayan əzələlərin deyildi, səni saxlayan bacarmadığına inandığın düşüncə idi. Bu elmi məlumatları sizinlə paylaşan kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağlıqla qalın, gələn görüşlərə dək.